Belə bir deyim var. Keçmişini unudan biri heç vaxt gələcəyin sahibi ola bilməz. Bəs tarixi keçmişlə gələcəyi bir-birinə necə bağlamaq olar? Türk Dövlətləri Təşkilatı qlobal siyasətdə etnik köklər üzərində yaranmış çox az təsisatdan biri. Ötən gün Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının, vitse-prezidentinin görüşündə aparılan mühüm müzakirələr də sübut edir ki, həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır. Eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə bizim mövqelərimizi möhkəmləndirməliyik. Bugün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatların sırasına daxil edilməlidir. Məhz Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi də bu amala xidmət edir. Ələxüsus işğaldan azad edilmiş ərazilərdə baş tutan toplantılar müstəsna əhəmiyyət daşıyır. Azad edilmiş ərazilər demişkən, kədərdə və sevincdə bərabər olan Türk dövlətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına da öz töhfələrini verirlər. Buna nümunə kimi Artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluğbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq İncəsənət Mərkəzi fəaliyyət göstərir. Qırğızstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bir çox Türkiyədən olan şirkətlər önəmli infrastruktur layihələrində iştirak edirlər. Yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Paralel olaraq Azərbaycanın təşkilatı üzv dövlətlərə sərmayə yatırımı gündən-günə artır. Bu rəqəm artıq 20 milyard dolları ötüb. Təbii ki, yatırımlardan əlavə rəsmi Bakının dar gündə göstərdiyi dəstək də sonsuzdur. Əslin fəlakəti, 10 minlərlə insanın həlak olduğu zəlzələdən sonra Azərbaycanın Türkiyəyə göstərdiyi yardımı xatırlayaq. Fövqəladə Hallar Nazirliyinin xüsusi xilas etmə qruplarının axtarış xilas etmə işlərinə verdiyi dəstək. Həmçinin Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon dollar dəyərində Azərbaycan məhəlləsinin tikilməsi tarixə bir nümunə olaraq həkk olunub. Təşkilata dair əsas məsələlərdən biri də güclü iqtisadi əlaqələrdir. Xüsusilə Orta Dəhliz, Transxəzər dəhlizi və Zəngəzur dəhlizi kimi beynəlxalq marşrutlar bu əlaqələri daha da möhkəmləndirir. Çünki nizamın dəyişdiyi bir dünyada dəyişməyən və sabitliyini qoruyan bu marşrut qitələr arasında iqtisadi təhlükəsizliyin təminatçısıdır. Türk Dövlətləri Təşkilatına üzv dövlətləri birləşdirən bu dəhlizlər yaxın zamanda yaşıl enerji ixracında da dünyaya səs salacaq. TDT çərçivəsində əsas təşəbbüskarlardan biri olan rəsmi Bakı məhz buna görə dəhliz üzrə yük aşırma qabiliyyətini artırmaq məqsədi ilə əməli addımlar atır. Gələcəyə dair planlara gəlincə, Həm dəmir yolları, Bakı ticarət limanı, bizim avtomobil yollarımız, hava limanlarımız, bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun hardasa 90%-i hazırdır. Dəmir yolu da təxminən 70%. Və ümid edirəm ki, yaxın gələcəkdə tam bu layihə icra ediləcəkdir. Və bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə də start verilmişdir. Və beləliklə bu layihələrin uzlaşması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Beləliklə, Azərbaycan dünya xəritəsində tarixi mürəkkəbi ilə yeni reallıqlar yaradır. Nəticə etibarilə bugün şərqlə qərbi birləşdirən bu xətlərin təməlində 1000 illər əvvəlin tarixi kökləri var. Çünki bizim ailəmiz Türk dünyasıdır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Fidan Şakir qızı, ASTV Xəbər.